Salam, hər vaxtınız xeyir. 19 nömrəli sınağın izahına baxaq. Qaydadan başlayırıq 7-ci sualdan. Boşluqdan sonra of gəlibdir. Törəmələrin heç biri ofla işlənə bilmir. No-dan sonra of gələ bilmir. Ona görə cavab olur C bəndi. Peşələri soruşur 8-ci sualda bizdən. Nurse tibb bacısıdır, poet şairdir, carpenter isə dülgər deməkdir. Sonra 9-cu sualda passive voice, məchul növ istəyir bizdən. Cümlədə deməli will varsa bizə will be lazım olacaq və will be sual cümləsində bir-birindən ayrılmalıdır. Yanaşı gələn hissələr yanlışdır. Cümlənin mübtədası he-dir. Hansı cümlədə he varsa onu da çıxırıq. Sonra deməli baxaq. Will a new flat be bought? Bu hissə düzdür. Burada da bu hissə düzdür. Yanlışımız odur ki, burada by ilə mübtəda olan he-ni by ilə qaytaranda biz onu he olaraq yox, obyekt əvəzliyinə dəyişib him verməliyik. Çünki qaydada belə öyrənirik ki, söz önüdən sonra obyekt əvəzliyi gəlməlidir. Adlıq forma, yəni he gələ bilməz. Sonra 10-cu sualda deməli boşluqdan sonra isim gəlibdir. İsim gəldiyinə görə artikel verməliyik. Ona görə Y bəndi çıxır. İkinci tərəfdə isə evə var. Evə üstünlük dərəcəsinin göstəricisidir. The most interesting. The most interesting olar. Burada Z artiklı yoxdur deyə yanlışdır. Burada dərəcə yanlışdır deyə səhv olur. Qalırıq B və C bəndi arasında. O da deyir ki, mən dünən film izlədim. İlk dəfə məlumat verir. Maraqlı bir film izlədim deyir. İlk dəfə məlumat verdiyinə görə EN artiklı götürürük. Cavab olur B bəndi. Sonra 11-ci sualda 11-ci sual deməli başlayır. The number of people, çoxlu sayda insanlar, insanların sayı ya da belə deyək. Kimlər ki 4 istəyirlər ki to learn öyrənsinlər foreign language, xarici dil. Belə olur tərcüməsi ki, xarici dil öyrənmək istəyən insanların sayı is increasing, artmaqdadır. Cavab olur 2, 1, 4 C bəndi. Sonra 12-ci sualda Aytük, mən çantamdan kitabı çıxardım, yəni out of, çantadan çölə çıxartdım və onu verdim, gave it to him, ona verdim. To ilə olacaq, cavab olur D bəndi. Əgər belə versəydi, gave him, yəni canlı versəydi, burada canlı olanda artıq sonra canlı, sonra cansızı verəndə artıq burada heç bir söz önü olmur. Yox, əgər bu cür şəkildə gave, burada cansız, sonra canlı gəlirsə, ortaya to girməlidir. Bu qaydaya da diqqət eləyin. Deməli, gave feilindən sonra canlı gəlib, sonra cansız gəlibsə, ortada heç bir söz önü olmur. Yox, birinci cansızdısa, ona verdim kimi a, ə, ya, yəni tamamlamaqdan ötürü ortaya to girir. Sonra 13-cü sualda deməli quiet axırı t ilə olan sakit sözüdür. Sifətdən sonra artikel gəlməz. Artikel bundan əvvəl gəlməli idi. Burada isə yanlışımız odur ki, bu quiet sözü quruluşu belə ola bilər. Birinci quiet gəlsin, sonra isə davamında sifət isim gəlsin. C bəndi doğru olur. D bəndi ilə Y bəndi isə ona görə səhvdir ki, dog sayıla bilən isimdir. Gələk qarşısında artikel verəydik. 14-cü sualda deməli cümləmizdə never var, inkar cümlədir. Cavabı da deməli inkarla götürməliyik biz və burada eyzə əvvəldə gəlməz, sonda gəlməlidir. Cümlə inkardadır deyə batdan sonra gələk təsdiq olaydı. Sonra so təsdiq cavabdır deyə olmaz. Qalırıq B və E bəndi arasında. O da görək səhvimiz nədir burada? Burada cümləmizdə deyir ki, mənim dostumun valideynləri ona icazə vermir ki, film izləsinlər. Mənimkilər də icazə vermir. Yəni mənim valideynlərim də demək istəyir. Cəmdə olduğuna görə do götürürük. Əgər bir nəfərdən söhbət getsəydi, does götürərdik. Exclamatory sentence olur nida cümləsi. What'dan sonra zərf gələ bilmir. Zərf how'dan sonra gələ bilirdi. Sonra 2 doğru olacaq. 3-də
birinci artikel gəlib özdə EN artiklı, sonra sifət, sonra isim gəlməli idi. 3 buna görə səhvdir. 4-də isə cavabımız doğrudur. Sonra 16-cı sualda yerik əvəzliyi burada varsa, onda bizə birinci tərəfə artikl lazım olmur. Birləşmiş Dövlət adlarında isə olurdu Z artiklı. Cavab olur ona görə D bəndi. Sonra 17-ci sualda sinonim cütlüyünü istəyir bizdən. Ərazi sözləridir. Deməli, burada calm, sakit, nervous, əsəbi, hirsli, palm, kök, sin, arıq, pleased, məmnun, generous, əl açıq, criticize, tənqid etmək, bu da tərifləmək sözdür. Ona görə hamısı bir-birinin antonimi sayılır. Cavab olur B bəndi. 18-ci sualda otun tusu yoxdur deyə yanlışdır. Bu cür quruluşumuz yox idi. Didn't have to olmalıydı. Yerdə qalan variantlarımız doğrudur. Deməli, nəyə diqqət eləyirik biz burada? He üçüncü şəxsdir. Üçüncü şəxs olduğuna görə burada have yox, has olsa doğru idi. Burada do yox, does olsa doğru idi. Ona görə cavabımız olur C bəndi. Sonra 19-cu sualda mürəkkəb tamamlıq qaydası kimi görünür, amma diqqət eləsəz məhsulda işlənibdir. Məhsulda işləndiyinə görə burada həm də ortada tamamlıq gəlməyib axı. Ona görə özündən sonra buna feil vermək istəyiriksə mütləq to ilə birləşdirəcəyik. 20-ci sualda ifin qaydası belədir ki, burada ya sadə indiki ya da sadə keçmiş zamanı olmalıydı. Ona görə gələcək zamanı çıxırıq. Keçmişə nəzərən gələcək zamanda çıxırıq, yerdə qalan olar. Əgər birinci tərəfə indiki zaman vermişiksə, burada will, shall olmalıydı. Keçmiş vermişiksə, would, should olması doğrudur. Bu keçmişdir, bu isə sadə gələcək zamandır. Zaman uzlaşması pozulub deyə olmur. 21-ci sualda deməli, cümlə ing ilə başlayıb, ing ilə başlayan cümlənin xəbəri olur təkdə. Bu biraz belə uşağı çaşdırır, amma nəyə diqqət eləyirik? Çoxlu spirtli içki içmək və siqaret çəkmək. Burada ikisi də diqqət eləsəz ing ilədir. Yox, burada çoxlu spirtli içki içmək və burada ing-li yox, hər hansısa bir isim gəlsəydi, onda bu cümlə ing ilə başladığına görə xəbəri təkdə verəcəkdik. Amma burada həmcins üzvlər var. Çoxlu spirtli içki içmək və siqaret çəkmək. Əndlə ifadə olunub mübtədamız, əndlə ifadə olunduğuna görə xəbəri götürürük cəmdə. 22-ci sualda bağlayıcı qaydasıdır. Deməli, bizim dərs oxumaq üçün sakit bir yerə ehtiyacımız var. Buna görə də biz dəftərlərimizi götürdük və kitabxanaya getdik. Tərcümə ilə cavab olur C bəndi. Sonra gəldik mətnimizə. Mətnimizi tərcümə eləyək. Vilma görkəmli bir atletdir və ilk Amerikan qadındır ki, qalibi olub 3 dəfə qızıl medal qazanıbdı atletikada, təkcə olimpiyadada. İnsanlar onu dünyanın ən sürətli qadını adlandırırdılar. Uşaq olarkən Vilmanın çoxlu xəstəlikləri vardı. Buna iflic xəstəliyi də, iflic xəstəliyi də daxil idi. Sonra bu xəstəlik onu xüsusi ayaqqabı olmadan, yəni bu xəstəliyə görə xüsusi ayaqqabı olmadan yeriyə bilmirdi o. Vilma anası ilə tez-tez 100 mil məsafədə gəzirdi, səyahət edirdi ki, onun ayaqlarına müalicə olsun bu. Onun qardaşları və bacıları növbəli şəkildə onun ayaqlarını masaj edirdilər və onun ayaqları sağalmağa başlayırdı. Baxmayaraq ki, həkimlər demişdi ki, o heç vaxt yenidən yeriyə bilməyəcək. O sadəcə öz yerimə bacarığını yenidən qazanmadı, həmçinin də böyük bir uğur qazandı. O gümüş medal qazandı 56-cı ildə yay olimpiyadasında və 3 qızıl medal qazandı Romada 60-cı ildə. O basketbol üzrə də həmçinin star oldu. Onun parlaq karyerası sonra çatdı onun deməli retirement, təqaüdə çıxması ilə 1962-ci ildə. Sonra o özünü məşqçi olaraq məşqçiliyə adadı deyək və ehtiyacı olan uşaqlarla işlədi
Rudolf paylaşırdı öz hekayəsini 1977-ci ildə avtobiografiyasının Vilma adı altında, hansı ki bu da ə, televizor filminə çevrildi o ildən sonra. O nəşr elə yox, əsasını qoydu Vilma fondunun həvəskar atletləri irəli çəkmək üçün. Noyabrın 12-si 1994-cü ildə vəfat etdi. Beyin xərçənginlə mübarizədə uduzaraq, yəni beyin xərçəngi nəticəsində vəfat eləyibdi. O cəsarətləndirdi çox insanlara ki, çox çalışsınlar və çətinliklərin üstəsindən öz uğurları ilə və həyat hekayələri ilə çətinliklərin üstəsindən gəlsinlər. Gəldik deməli 23-cü suala. 23-cü sualda ailə üzvlərinin köməkliyi ilə Vilma gümüş medal qazandı, yox. Basketbol ulduzu oldu, yox. Öz xəstəliyinə qalib gəldi, xəstəliyin üstəsindən gəldi, elə olur C bəndi. Çünki burada deyir ki, anası ilə gəzirdi, bacı qardaşları ayağını masaj eləyirdi və ki, ayağı da bunun sayəsində sağalmağa başlayırdı. Sonra mətn nə haqqındadır deyir. Mətnimiz olacaq ən böyük atletlərdən biri. Cavab olur elə. Burada D bəndi. Sonra 25-ci sualda bizdən doğru variantı istəyir. Doğru variantı. Deməli, bir də deyir ki, iştirak etdi bir neçə olimpiya oyunlarında. Bu düzdür. Çünki yay olimpiyadasında da iştirak eləmişdi o. Sonra həkimlər ümid edirdilər ki, o yeriyə biləcək bir gün. Amma orada deyir ki, həkimlər əslində demişdi ki, baxmayaraq ki, heç vaxt yeriməyəcək o. 3-də deyir ki, basketbola da marağı var idi. Bu təbii ki, doğrudur. Ölümünün səbəbi polioiflis xəstəliyi idi. Amma sonda bildirmişdi ki, beyin xərçəngindən vəfat edir. Cavab olur ona görə D bəndi. Sonra 26-cı sualda Vilma çoxlu sayda insanları ilhamlandırdı ki, öz çətinliklərini həll etsinlər. Elə olur cavabımız A bəndi. Bu ən axırıncı cümlədə burada deyir ki, çox insanları ilhamlandırdı ki, çətinliklərin üstəsindən öz uğurlarına və həyat hekayələrinə görə gəlsinlər, çətinliklərin üstəsindən gəlsinlər. 27-ci sualda biz deyir çətinliklərlə, həyatımızda çətinliklərlə üzləşərkən nə etməliyik? Bu sual haqqında ən azından 3 cümlə ilə fikrimizi bildirməliyik. İndi mən kiçik yazdığım esseni göstərim bununla bağlı. Deməli, biz çətinliklərlə, həyatımızda çətinliklərlə üzləşəndə biz sakit qalmalıyıq və açıq bir şəkildə, aydın bir şəkildə düşünməliyik. Biz çalışmalıyıq ki, ümidimizi itirmək yerinə bunun həllini tapaq. Həmçinin də vacibdir ki, ailəmizdən və dostlarımızdan kömək alaq. Çətinliklər bizi daha güclü edir və bizə vacib dərslər öyrədir. Əgər biz pozitiv qalsaq və səbirli olsaq, biz problemlərimizin üstəsindən gələ bilərik. Sonra baxaq 28-ci suala. Onun xəstəliyinə görə, burada da bu cümlənin davamını tapıb ən azından 2 sözü dəyişməliyik. Deməli, tapaq cümlənin ardı hardadır? Onun xəstəliyinə görə. Cümləmizin ardı buradır ki, bu xəstəliyi onu xüsusi ayaqqabısı olmadan, yəni elə edir ki, o yeriyə bilmir. İndi burada nələri əvəzləyə bilərik? Məsələn, xüsusi sözünü əvəzləyə bilərik spesifik sözü ilə, elə o da xüsusi deməkdir. Spesifik. Sonra bir də yeriyə bilməmək sözünü deyə bilərik. Məsəl üçün deyə bilərik ki, xəstəliyinə görə orada adını vermişdi Vilma, yeriyə bilmirdi. Məsəl üçün couldn't walk və yaxud da wasn't able to. Sonra ardınca da bu walk without a specific show. Artıq iki söz dəyişmiş oluruq. Sonra baxaq 29-cu suala. Prominent sözünün, görkəmli sözünün birinci paraqrafda
bizdən close meaning, yəni sinonimini soruşur. Birinci paragrafda bunun sinonimi olur outstanding sözü. O da görkəmli, tanınmış deməkdir. 30-cu sualda paragraf 2-də olacaq bizim cavabımız. Nə isə bitirəndən sonra uğur qazanmaq və yaxud da məqsədə çatmaq, xüsusilə də çox işləyəndən sonra. Paragraf 2-də bu fikrimizin cavabı olacaq achieve sözü. Yəni nail olmaq sözü. Çox işləyəndən sonra uğur qazanmaq, məqsədə çatmaq, yəni ona nail olmaq.